Salam, hər vaxtınız xeyir olsun əziz şagirdlər. Bu gün sizlərlə birlikdə 2024-cü ildə keçirilən Qızlar Liseyi imtahanının riyaziyyat və riyazi məntiq suallarına baxacağıq. Qeyd etmək istəyirəm ki, 16-cı sualdan 30-cu suala qədər bizim olacaq riyaziyyat suallarımız, 31-dən 45-ci suala qədər isə riyazi məntiq suallarımız olacaqdır. Gəlin vaxt itirmədən 16-cı sual ilə başlayaq. 16-cı sualda 33.204-dən kiçik, 33.055-dən böyük. Bərabərsizliyinin ödənilməsi üçün nöqtəli yer aşağıdakılardan hansı yazıla bilməz deyir burada bizə. Demək ilk ədəddən başlayaq. A variantında 33.070, 33.204-dən kiçikdir, 33.055-dən isə böyükdür. Yəni A variantı düzdür. B variantında bilməz axtarırıq, təkrar xatırladıram. 33.100, 33.204-dən kiçikdir, 33.055-dən isə böyükdür. Bu da olur. C variantında 33.199, 33.204-dən kiçikdir və 30.055-dən də yenə böyükdür. Ancaq D variantı bizim yanlış cavabımız. Yəni ola bilməzə uyğun olan variant D variantıdır. D variantı 33.300, 33.204-dən kiçik deyil əziz şagirdlər. Ona görə birinci sualın düzgün variantı olacaqdır D variantı. İkinci sualımız, yəni 17-ci sualımız, eni yerinə elə ədəd yazın ki, bərabərlik doğru olsun deyir. Bu tənliyi həll etmək üçün sondan başlamaq lazımdır. O 353 ən sondur. Ondan əvvəl plus 13 veribdir. Biz bunun tərsini edirik uşaqlar. 353-dən 13-ün çıxırıq. Bizə verir 340. Sonra baxın bundan bu getdi. Nə qaldı əlimizdə? 4 vurulsun mötərizənin içi bərabər 340. Burada mötərizənin içini tapmaq üçün fikirləşməliyik ki, nəyi 4-ə vursaq 340 edər. Bunu da tapmaq üçün 340-ı bölmək lazımdır 4-ə. 85 etdi. 16 plus n bərabər oldu 85-ə. Buradan n-i tapmaq artıq çox asanlaşdı. Sıradan sadə bir tənliyə alındı. 85-dən 16-sını çıxanda isə cavabımız edəcəkdir 69. Yəni düzgün cavab burada da olacaq C variantı. Keçid alaq növbəti sualımıza. Növbəti sual 18-ci sualdır. Aşağıda təpə nöqtələri bir-birinə toxunan və hər birinin sahəsi 25 sm kvadrat olan 6 eyni kvadrat verilib. Uşaqlar, burada sarı rəngli olan fiqurların hər biri kvadratdır, eynidirlər. Normal olaraq sahələri də eyni olacaqdır. İndi bizə deyir ki, mavi rəngli hissənin perimetri neçə santimetr olar? Uşaqlar, bu fiqurlardan hər hansı birinin sahəsi 25-dirsə, bir tərəfinə 5 düşür. Ki bunun bilirikdə sahə n vur uzundur. Yəni bunun eni də uzunluğu da 5 olmalıdır ki, 5 vur 5 bizə versin 25. Bunun tərəfi 5-dirsə, onda burada düşəcək 5, burada düşəcək. Bunların hər birində 5 alınacaqdır. Baxıram ki 1, 2, 3, 4, 5, 6 bucaqlı bir fiqurdur. 6-dan onda 5-i tapmalıyam. Bu da edər 30. Düzgün cavab B variantı. Növbəti sualımıza baxaq. Növbəti sualda uzun bir ədəd verilib. Deyir ədədinin milyonluqlar sinifindəki onluqların sayı ilə minliklər sinifindəki yüzlüklərin sayının fərqi neçə olar? Uşaqlar, bilirik ki, siniflərə sağdan sola doğru üst-üstə ayırmaq lazımdır. Buradan ayırdıq. 579 ilk sinifimiz olan təkliklər sinifidir. 813 olacaq bizim minliklər sinifi. 246 isə olacaqdır milyonluqlar sinifi. İndi bizə lazımdır milyonluqlar sinifindəki onluqların sayı. Dedik ki, milyonluq sinifimiz nə oldu? 246. Burada milyonluqlar sinifindəki onluqların sayını soruşduğuna görə onluğun neçə sıfır var uşaqlar? 1 sıfır. Ona görə buradan birini silirik 24. Sonra deyim minliklər sinifindəki yüzlüklərin sayı. Minliklər sinifimiz isə 813-dür. Buradakı yüzlüklərin sayını da tapmaq üçün 100-ün 2 sıfır olduğuna görə 2 ədəd silirik. Olur 8. Ən sonda isə bundan fərqini soruşur. 24-dən də çıxırıq 8-in bizə verir 16. Yəni düzgün cavab A variantı. Növbəti sualımız bucaqlarla bağlı bir sualdır. Çox asan sualdır həqiqətən də. Açıq bucağın 4/1 hissəsi ilə tez açıq bucağımızın dərəcəsini xatırlayırıq ki, 180 eləyir. 4/1-ini tapırıq, verir bizə 45. Düz bucağın 3/1 hissəsindən düz bucağımız 90 dərəcədir. 3/1 hissəsi isə verir bizə 30. Deyir neçə dərəcə böyükdür? 45-in də 30-dan nə qədər böyük olduğunu tapmaq üçün əlbəttə ki, çıxmaq lazımdır. Yəni düzgün cavabımız D variantı olacaq. Növbəti sual 21-ci sual. 2 rəqəmli ədədin onluqlar mərtəbəsindəki rəqəm təkliklər mərtəbəsindəki rəqəmdən 2 dəfə böyükdür. Bu ədədin 9 ilə hasilini yüzlüklər mərtəbəsinə qədər yuvarlaqlaşdırdıqda 600 alınır. Bu ədədin rəqəmləri cəmini tapın. Qaydanda ilk şərtdə bizə nə dedi uşaqlar? Dedi ki, 2 rəqəmli ədədin onluğu təhliyindən 2 dəfə böyükdür. Onda biz bu şərtə uyğun ədədlər fikirləş. Bu şərtə uyğun ədədlərdən birincisi olar 21. 2 birdən 2 dəfə böyükdür axı. Digəri olar 42. Növbəti olar 63 və növbəti 84. 5 yazsam mən 5-dən 2 dəfə böyük 10 olacaq. O da 105 edəcək. Artıq o 2 rəqəmli ədəd yox, 3 rəqəmli ədəd olacaq. Ona görə bu 4 ədədindən işləməliyik. Deyir indi bu ədədin 9 ilə hasilini yüzlüklər mərtəbəsinə qədər yuvarlaqlaşdırıb 600 alınıb. 600 alınıbsa böyük ədədlərdən başlamalıyıq. Məsələn uşaqlar 84-dən 9-un hasilini tapsaq biz, verər bizə 756. 756 da yüzlüklər qədər yuvarlaqlaşdırdıqda 600 eləməz. Keçid alıram o birinə 63-ü vururam 9-a. Verər mənə 567. Bunu yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 600 alınır. Nəyə görə alınır? Çünki 5-dən sonra 6 gəlib, 6 bunu bir vahid qaldıracaq. Eləyəcəkdir 6. Bu da verəcək bizə 600. İndi bitmir məsələ. Yenə deyir ki, bu ədədin rəqəmləri cəmini tapın. Rəqəmləri cəmi ədədim 63-dür. 63-ün də rəqəmlərin cəmi verəcəkdir mənə neçə? 9. Yəni düzgün cavab B variantı. Biz artıq növbəti səhifəyə keçmişik uşaqlar. Burada deyir ki, rəqəmləri müxtəlif ən böyük 5 rəqəmli cüt ədədin cüt rəqəmlərinin mərtəbə qiymətlərinin cəmi tək rəqəmlərinin mərtəbə qiymətlərinin cəmindən nə qədər azdır? İlk öncə uşaqlar bizə verilən ədədi yazmaqla başlayaq. Rəqəmləri müxtəlif olmalıdır. Ən böyük 5 rəqəmli cüt. Ona görə mən 9-dan başlayıram. Rəqəmlər müxtəlif dediyinə görə 8 seçirəm, 7 seçirəm, 6 seçirəm. 6-dan sonra artıq 5 seçə bilmirəm. Çünki 5 seçsəm tək olaraq mənə cüt lazımdır. Ona görə 4 seçirəm. Daha sonra nə deyir baxaq? Deyir ki, cüt ədədin, həmin yəni bu ədədin cüt rəqəmlərinin mərtəbə qiymətlərinin cəmi cüt rəqəmlərin hansılardır uşaqlar? 8 7 mənə lazım deyil. Yerinə 0 qoyuram. 6 lazımdır, 4 lazımdır. 9-un yerinə 0 qoymadım. Onsuz da qoysaq da bir mənası olmaz. Çünki ədəd 0-dan başlamaz. Digər indi şərti oxuyuruq. Tək rəqəmlərinin mərtəbə qiymətlərinin cəmindən nə qədər azdır? Tək rəqəmlərim hansılardır? Uşaqlar 9. 8 mənə lazım deyil. 0. 7 lazım. Yazdım. 6 ilə 4 lazım deyil. Nə qədər azdır deyirsə bundan bunu çıxırıq. 6, 3,
6, 2, 8, 82.636. Yəni burada düzgün cavabımız olacaqdır. C variantı. Növbəti sualımıza baxaq. Çox asan suallardan biridir. Deyir 8 10 minlik plus 500'lük plus 2 təklik şəklində verilmiş ədəd aşağıdakılardan hansıdır? Uşaqlar birinci yazıram 8. 10 minliyin neçə sıfır var? 4 sıfır. Əgər yadınızdan çıxıbsa onun bir sıfır olur, minin də 3 sıfır olur. Yazdıqda alında 80 min. Üzərinə gəlirəm 500'lük eləyir 500. Üzərinə gəlirəm 2 təklik eləyir 2. Topladıqda da mənə verəcəkdir A variantı. Növbəti sualımız avtomobilin kütləsi 1050 kiloqramdır. Avtomobilə 2 nəfər mindikdən sonra ümumi kütləsi 1180 kiloqram oldu. Bura kimi bir şərtimi oxuyub anlamalıyam ki, avtomobilin kütləsi 1050 idi, artım oldu 1180 oldu. Nəyə görə artım oldu? Çünki 2 nəfər sərnişin mindi. Tapmaq üçün nə etmək lazımdır? 1180-dən 1050 çıxılar. Bu da verər bizə 130. Demək ki, avtomobilə 1052 sərnişinin birlikdə kütləsi 130 kiloqramdır. Sonrasını indi oxuram ikinci şərti. Sərnişinlərdən birinin kütləsi digərindən 18 kiloqram çoxdur. Onda sərnişinin birinin kütləsi x olsun, bu az olandır. Digərinin kütləsi isə bundan 18 kiloqram çox olsun. Bərabər olacaqdır. Nəyə? 130-a. Niyə? Çünki ikisinin birlikdə kütləsi 130-dur. Bu tənliyi də həll etmək üçün x-lər toplanır. 2x bərabər 130-dan çıxarıq 18-in. Eləyər 112. X-ə isə düşür 112 bölünsün 2, 56. Uşaqlar tez gedib 56-nı yazmırıq. Niyə? Çünki məsələn ən sonunda başqa şey deyir bizə. Deyir 8-i çox olan sərnişinin kütləsi neçə kiloqramdır? 8-i çox olan hansı idi burada? X plus 18. Yəni burada x-in yerinə 56 qoyacağam. 56 ilə 18 toplanacaq. C variantı 74 cavabını almış olacam. Növbəti 25-ci sualımda torbada hər birinin üzərində bir ədəd olmaqla ədədlər yazılmış kartlar var. Torbaya baxmadan bir kart çıxarsaq bu ədədin 4-ün bölünəni olması ehtimalı nə qədərdir? Ehtimal da yenə asan mövzulardan biridir. Ehtimal tapmaq üçün ilk öncə neçə ədəd olduğunu tapmalıyıq. Variantlardan da görünür ki, hər biri məxrəci 9 olduğuna görə deməli burada 9 dənə ədəd var. Məxrəcimizdə 9 yazdıq. Əsas məsələ surəti necə tapmalıyıq? Uşaqlar, surət bizə verilən şərti ödəyən ədədlər olacaqdır. Bizə şərt verir ki, 4-ün bölünəni olsun. Tez 4-ün bölünmə əlamətini xatırlayırıq ki, 4-ün bölünmə əlamətində deyirdi ki, ədədin sonu 2 sıfırla bitirsə və yaxud da ədədin son 2 rəqəmi 4-ə tam bölünürsə, bu ədəd 4-ün bölünənidir. İlk ədəddən başlayaq. 112 ədədinin son 2 rəqəmi 12 eləyir. 12 də bölünür 4-ə. Demək 112-ni götürdük. 136 həmçinin son 2 rəqəm 36 4-ə tam bölündüyünə görə götürdük. 182-nin son 2 ədəd 82-dir. Bu 4-ə tam bölünmür deyə götürmürük. 208-in son 2 rəqəmi 8, bu da bölünür, götürdük. 216-da 16 yenə 4-ə tam bölünür. Ancaq 242-də 42 4-ə tam bölünməz. 282 bayaq dedik ki, 4-ə tam bölünməz. 328-də 28 4-ə tam bölünər, götürüldü. 556-da yenə 56 4-ə tam bölünür. Sayanda baxırıq ki, 2, 4, 6 dənə ədədimiz var. Demək cavab olacaq 9-da 6 D variantı. Növbəti sualda deyilir ki, aşağıdakı ədədlərin ədədi ortasını m ilə, ən böyük fərqini isə n ilə ifadə edin. M plus m bərabərdir sual işarəsi. Burada birinci ədəd ortanı, sonra isə ən böyük fərqi tapmalıyıq. Yəni ədəd ortanı xatırlayaq görək nə idi? Ədədi orta verilən ədədlər toplanar, saylarına bölünər. Bu zaman ədədi ortanı tapmış olarıq. Verilən ədədləri biz toplayanda 72, 6 ədəd olduğuna görə 72-ni də bölərik 6-ya, eləyər 12. Demək n bərabər oldu 12-yə. Sıra n-i tapmaqdadır. N-i də tapmaq üçün ən böyük fərqin nə olduğunu bilmək lazımdır. Uşaqlar, ən böyük fərq verilən ədədlər arasında ən böyük ədəddən ən kiçik ədədi çıxan zaman alınan fərqdir. Burada bizim baxırıq ki, ən böyük ədədimiz 19, ən kiçik ədədimiz isə 5-dir. 19-dan da 5 çıxanda verir bizə 14. Bunların isə cəmin demişdi bizə 12 ilə 14 toplanar 26 alınar. Yəni düzgün cavab C variantı. Növbəti sual 27-ci sualdır. 27-ci sual yaş məsələləri ilə bağlı bir sualdır. Deyir Toğrulun 14, anasının 38 yaşı var. Neçə il əvvəl anası yaşda Toğruldan 4 dəfə böyük idi. Burada əsas ipucu əvvəl sözüdür. Əvvəl isə çıxmaq lazımdır. Neçə il əvvəl deyirsə bilmirik də nə çıxacağımız. Onda 14-dən x çıxaram. 38-dən də x çıxaram. Mənə deyir ki, ana Toğruldan 4 dəfə böyük olacaq. Uşaqlar, bir dəfə yadda saxlamaq lazımdır ki, böyük zaten böyükdür. Buna görə də burada kiçiyi böyütmək lazımdır ki, bunları biz bir-birinə bərabər edə bilək. Yəni 4-ü vuracam burada az olana. Sonra isə bunları bərabər edəcəm bir-birinə. Demək, burada vuran zaman 4-ü birinci 14-ə vururam, eləyir 56. Arada çıxaq olduğuna görə çıxaq, 4-ü vururam, x-ə 4x. O da bərabərdir, sağ tərəfə toxunmuram, olduğu kimi saxlayır. Burada həll edən zaman 56-dan 38 çıxılar, sol tərəfə keçəndə, eləyər 18. 4x də sağa keçirsə, 4x-dən x çıxarlar, olar 3x. X də bərabər olar, 18 3-ə böldükdə 6-ya. Cavab olur burada D variantı. İndi bir bunu bu formada həll edə bilərsiniz, tənlik formasında. Bir də variantlardan gedərək, yəni ola bilsin ki, imtahanda həyəcanlanarsınız, tənlik yaddan çıxar və s. qarışdıra bilərsiniz. Bu zaman narahat olmağa ehtiyac yoxdur, çünki variantlarla gedərək biz bu sualın həllini tapa bilərik. Mən də onu da sizə deyəcəm. Sizə hansı uyğundursa, hansı rahatdırsa, o yoldan istifadə edəsiniz. Toğrulun 14 yaşı varsa D variantı, tutaq ki, variantları istifadə edə gəldiniz D variantına. 14-dən də 6 çıxırıq, edir 8. 38-dən də 6 çıxanda eləyir 32. Baxıram ki, həqiqətən də 32 8-dən 4 dəfə böyükdür. Yəni D variantı uyğun gəlir. Yenə deyirəm, hansı sizə uyğundursa o yoldan istifadə eləyin. 28-ci suala baxaq. 28-ci sual kəsrlə bağlı sualdır. Yenə çox asandır. Aşağıdakı ədəd oxları hər biri ayrılıqda xətlərlə bərabər hissələrə bölünübdür. Burada da fiqurlar verib deyir, bunların cəmini tapın. Birinci ədəd oxuna baxıram ki, 1 2 3 4 5 6 hissəyə bölünüb. Onda məxrəc olacaq nə? 6-da 1. Çünki birincini işarə eləyib bax, 6-da 1. Dairə oldu 6. Növbəti sayıram 1 2 3 4 yerə bölünüb. Onda məxrəcdə üstbucaq olacaq 4. Növbəti 1, 2, 3, 4, 5 yerə bölünüb. Bu zaman da kvadratında yerinə 5 olacaq. Topladıqda isə bizə verəcək 15. C variantı. Biz artıq 3-cü səhifəyə keçmişik uşaqlar və riyaziyyat məsələlərinin bitməyinə son 2 məsələ qalıb. 29-cu suala baxaq. Velosipedçi 4 saatda 84 km yol gedə bilir. O həmin məsafəni 3 saatda gedə bilmək üçün sürətini saatda neçə kilometr artırmalıdır? Uşaqlar 4 saatda 84 gedibdir. Birinci bunun sürətini tapaq. 84-ü bölək 4-ə.
verər bizə 21. Deyir həmin məsafəni, burada məsafəmiz 84 kilometrdir. 3 saata gedə bilmək üçün. Yəni 84-ü bölək görək 3-ə. Neçə düşər? 28. Deyir indi sürəti neçə kilometr artırmalı? Uşaqlar sürət bayaq 21 idi. İndi oldu 28 göz önündədir də. Nə qədər artdı? Əlbəttə ki 7 artdı. Asan məsələ idi bu da. 30-cu sualından davam edək. Deyir şəkildəki düz bucaqlı 5 kiçik kvadrata bölünmüşdür. Kvadratlarımız uşaqlar 1 bu, 2, 3, 4 və 5. Bunlar bizim dediyi kvadratlardır, söz gedən kvadratlar. Ən kiçik kvadratın sahəsi 400 sm kvadrat olarsa, böyük düz bucaqlının sahəsi neçə olar? Bu biraz da qarışıqdır, amma ən sadə yolla sizə izah eləyəcəm. Siz də diqqətlə qulaq asasınız, bir qaranlığınız olmayacaq. Ən kiçik kvadratın uşaqlar sahəsi 400-ə tərəflərdə nə düşəcək? Burada 2 düşəcək də, hə? İndi bununla bu da eyni kvadratdır, sonra da burada 2 düşəcək. Baxdıqca uşaqlar 2 2, demək bunun bir tərəfinə nə düşdü? Bunun bir tərəfinə 4 düşdü. Onda 4-dürsə, bunun burası da 4 olacaqdır. Çünki başda demişdik ki 5 kiçik kvadratı. Yəni bunların hamısı kvadratdır. Baxırıq ki indi uşaqlar 4 2. Onda bu yaşılın da burasına nə düşür? 6 düşür də, hə? 6-dırsa uşaqlar onda burada 6 olacaq. Burada 6 olacaq. İndi davam edək. Buradan baxırıq ki 2 2 6. Bura elədi neçə? 10. Bura 10-dursa, burada 10 olacaq, burada 10 olacaq. Yazdıq bura 10. Burada yazdıq 10. Bizə nə demişdi? Böyük düz bucaqlığın sahəsi. Sahəni tapmaq üçün bizə nə lazımdır? En və uzun lazımdır. Enimizi artıq tapdıq ki 10-dur. 10 vurulsun yazıram. Bəs uzunluğumuz neçədir? Uzuna da baxırıq ki 10 4 və 2. O da eləyir 16. Sahəni də tapmaq üçün nə edəcəyik? Əlbəttə ki vuracağıq. O da eləyəcək 160. Əslində çox asandır. Sadəcə biraz da diqqətli olmaq lazımdır bu sualda. Beləliklə biz riyaziyyat suallarını yekunlaşdırdıq. Artıq keçid alırıq riyazi məntiq suallarına. 31-ci sual bizim ilk riyazi məntiq sualımızdır. Deyir ki 31-də deyir ki, A, B, C natural ədədlərdir. Naturalı burada vurğulamaq istəyirəm çünki bizə lazım olacaq. A çıxılsın B bərabər 1 və A çıxılsın C bərabər 5 olarsa A plus B plus C cəminin bunu da vurğulamaq istəyirəm. Ən kiçik qiymətini tapın deyir. Yəni bura biz mümkün qədər kiçik ədədlərdən istifadə etməliyik. İndi uşaqlar, birinci mən ikinci tərəfə baxıram. Çünki A-nı oradan daha rahat tapa bilərəm. Necə tapa bilərəm? Nədənsə A-dan məsələn C çıxıb 5 eləyib. Bu nə zaman ola bilər? Məsələn 5-dən 0 çıxsan 5 eləyər. Amma bunu götürmürəm. Niyə? Çünki başda mənə şərt verib natural. C-nin yerinə 0 yaza bilmərəm. Uşaqlar 0 natural ədəd deyil. Dəqiq şəkildə yadda saxlayın. Onda 5-dən sonra ən kiçik nə ola bilər? 6 ola bilər. Onda A-nın yerinə yazaram 6. C-yə nə qalacaqdı? 1. 6-dan 1 çıxaram 5. İndi həmin o A-nın qiymətini birinci tərəfə qoyuram. 6. 6-dan nə çıxsan 1 qalar 5. Beləliklə hamısını tapmış oldum. A-ya nə tapdıq uşaqlar? 6. B-yə nə tapdıq? 5. C-yə nə tapdıq? 1. Cəm də verəcəkdi mənə 12. Yəni C variantı. Keçək növbəti suala. Müəllim lövhəyə 2 rəqəmli 2 müxtəlif natural ədəd yazır. Nurlan bu 2 ədədin zəmini, Ruslan isə fərqini tapır. Onların əldə etdikləri nəticələr arasındakı fərq ən çox neçə ola bilər? 2 rəqəmdə ən çox dediyinə görə ən böyük ədədimi götürürəm 99. Müxtəlif dediyinə görə digərini 99 götürə bilmirəm 98 götürürəm. İndi bunların Nurlan zəmini tapsın. 7 197. Ruslan isə fərqini tapsın. 99-dan da 98 çıxanda 1. İndi bunlar arasındakı fərqi yenə tapıram. 197-dən də 1-in çıxanda edir 196. Yəni düzgün cavab olur B variantı. Bu da asan idi. Hələ ki asan gedirik. 33-cü suala baxaq. Vəli 1-dən 10-a qədər olan natural ədədlərin hamısını kalkulyatorda toplayır. Lakin o səhvliklə bir ədədi 2 dəfə toplayır və nəticədə 64 ədədini əldə edir. O hansı ədədi 2 dəfə hesablamışdır? Gəlin bunu səhvlik eləmədən alacağı qiyməti tapaq. 1-dən 10-a kimi ədədlərin zəmini tapaq. 1-dən 10-a qədər toplasaydı səhvlik eləmədən eləyəcəkdi 55. Amma indi bu 64 ədədini alıbdı. Nə qədər çox ədəd alıbdı? Nə edərik bunu tapmaq üçün? 64-dən 55-ini çıxarıq 9. Demək ki bu yazan zaman 9-u 2 dəfə yazıbdı. Yenə bu da asan tapılan məsələlərdən oldu. 34-cü suala baxaq. Bir ambarda olan əşyalara 5 rəqəmdən ibarət nömrələr veriləcək. 0 1 2 3 4 rəqəmləri istifadə olunacaq. Baxırıq ki variantlarda dediyi rəqəmlərin hamısı istifadə olunub. İkinci şərtə keçirik. Hər bir rəqəm bir dəfə istifadə olunacaq. Baxırıq ki variantlarda yenə hər birindən bir dəfə istifadə edib. Üçüncü şərt birinci rəqəm 0 ola bilməz. Bəli, yenə heç birində birinci rəqəm 0 deyil. Növbəti şərt birinci rəqəm ikinci rəqəmin yarısıdır. Uşaq A variantında birinci rəqəm 1-dir, ikinci rəqəm 2-dir. 2-nin yarısıdır, bəli. B variantında yenə 2 4-ün yarısıdır, C variantında 1 2-nin yarısıdır, D variantında alınmır. 5-ci rəqəm 3-cü rəqəmdən böyük olacaq. 5-ci rəqəm A variantında 3-dür. 3-cü rəqəm isə 0-dır. 5-ci rəqəm bu şərti ödədi. B variantında yenə 5-ci rəqəm 3, 3-cü rəqəm isə 0-dır, bəli 3 0-dan böyükdür. C variantında 4 0-dan böyükdür. Yenə hamısını ödədik. Gəlirik ən sonda deyir ki, ən kiçik nömrə hansı olacaq? Baxırıq variantların arasında ən kiçik C variantı olur. Ona görə də düzgün cavab C variantı olacaq. Biz növbəti səhifəyə keçid aldıq. Burada 35-ci sualla davam edək. Deməli, burada deyir ki, A, B, C müxtəlif rəqəmlərdir. A bərabərdir C kvadratı və B bərabərdir C plus 3 şərtini ödəyən müxtəlif 3 rəqəmli A, B, C ədədlərinin cəmini tapın. Burada nə edirik? İlk öncə A-nın yerinə nə qoya bilərik? Onu axtarırıq. C-nin kvadratı deyirsə, məsələn, C-nin yerinə 1 qoysaq, uşaqlar 1-in kvadratı 1 eləyər. Bu alınmaz. Niyə? Çünki başda bizə şərt verib ki, müxtəlif rəqəmlərdir. Əgər 1 qoysa, A ilə C burada eyni ədəd olur. Ona görə olmadı. C-nin yerinə 2 qoya bilərik. 2 qoysaq, 2-nin kvadratı nə olar? 4 olar. A olar 4, C olar 2. İndi gətirib bu C-ni o biri misalda yerinə qoysaq ifadədə. C-nin yerinə 2 qoysaq 2 plus 3, B də eləyər neçə? 5. Demək, ədəd neçə olar? A, B, C-ni soruşur. 452. Bu belə, birinci şərt. Növbəti burada C-nin yerinə məsələn 3 qoya bilərik. C-nin yerinə 3 qoysaq, A-nın yerinə qalacaqdır 9. Çünki C-nin kvadratı, yəni 3-ün kvadratı 9 eləyir. İndi C-ni gətirib bu tərəfə qoysaq, 3-dən də 3-ün cəmi, B-yə də qalar 6. Bunu da sıralayanda A, B, C şəklində olacaqdır 963. Keçək indi
başqa ədəd qoymağa. C-ni yerinə 4 qoya bilərik. 4 qoysaq da A artıq olur 16. Bizə də başda şərt vermişdik ki, rəqəm olsun. Rəqəm olduğuna görə də 16 artıq ədəd sayılır. Demək bizim burada 2 dənə ilə ədədimiz alındı. Biri 452, biri 963. Bundan cəmini tapırıq. 2 və 3 5 edər. 5 ilə 6 11. O da edir 1415. Yəni 35-də də cavab D variantı olacaqdır. Növbəti sualımız aşağıdakı abaqda müəyyən ədəd təsvir edilmişdir. Abaq deyəndə hesablama taxtası nəzərdə tutulur. Bu ədədi rəqəmləri müxtəlif olan, gəlin ikinci tərəfi oxumadan elə birinci tərəfdən ədədimizi tapaq. 5 0 3 7 4 2. İndi digər tərəfi oxuyaq. Bu ədədi rəqəmləri müxtəlif olan 6 rəqəmli mümkün ən böyük tək natural ədədə çevirmək üçün. Rəqəmlər müxtəlif olacaq deyirsə başlayıram. 9 8 7 6 5 4 yazmıram. Niyə? Çünki məndə deyir tək. Ona görə 3 yazıram. Ən az neçə muncuq əlavə etmək lazımdır. İndi baxıram ki, abaqda 5-dir, amma 9 olmalıdır. Yəni 4 əlavə edəcəm. Sonra 0-dır, 8 olmalıdır. 8 əlavə edəcəm. 3-dür, 7 olmalıdır. 4 əlavə edəcəm. 7-dir, 6 olmalıdır. 1 çıxıram. 4-dür, 5 olacaq. 1 əlavə edirəm. 2-dir, 3 olacaq. Yenə 1 əlavə edirəm. Uşaqlar, burada bir dənə məqama fikir vermək ki, burada bir çıxaq birimiz var. Bu bir dənə muncuğu onda mən buradan çıxardı. Bu birinin üstünə qoy. Onda burada bir muncuq azaldı. Mənə nə deyir? Deyir əlavə etmək lazımdır. Düzdür? Mən indi abaqın özündən çıxardıb o biri tərəfə qoysam, əlavə eləmirəm ki, öz muncuğundan istifadə edirəm. Ona görə bunların üstünə xətt çəkdim. Ən az deməyin də zaten məqsədi oydu. Orada bir incə məqam vardı, oraya fikir vermək lazım idi. İndi bunu həll etdikdən sonra qalanlarını topluram. 4 ilə 4 eləyir 8, 8 ilə 8 16, bir də gəlsəm üstünə edəcəkdir 17, yəni düzgün cavab A variantı. Gəldik növbəti sualımız 37-ci suala. Aşağıda 10 dairədən ibarət şəkil verilibdir. Birdən 10-a qədər natural ədədlər mötərizədə verib 1 və 10 daxil. Hər biri bir dəfə olmaqla bu dairələr yazılır. Ədədlər yazıldıqdan sonra bir dairədə olan ədəd ona qonşu olan dairələrə yazılan ədədlərdən böyükdürsə o dairə boz rəng boyanır. Məsələn, burada nümunəyə fikir verək. 7 6 ilə 4-dən böyükdür, bozdur. 4 ilə 2-dən böyükdür, 5 bozdur. Sonra 8 ilə 1-dən 9 böyükdür, bozdur. 3 ilə də 8-dən böyük 10-dur, yenə boz rəngdədir. İndi aşağını doldurmaq bizə qalıbdır. Gəlin baxaq, birinci 1-dən 10-a kimi ədədlərimizi yazaq. Ədədlərimizi yazdıq. Hansılar istifadə olunmuş? 1 4 8 6. Bu ədədləri istifadə ediblər deyə mən üstündən xətt çəkdim. İndi istifadə eləmədiklərimizi yazacağıq. Birinci bu 8-ə baxaq, çünki 8-dən böyüyə də çox azdır da, 2 dənədir. Biri nədir? 9, biri nədir? 10. Onu da mütləq şəkildə 8-in sağına və soluna fərqi yoxdur. İstəyirsiniz bura 9 yazın, bura 10 və yaxud da əksi də ola bilər. 9-dan 10-umuzu yazdıq, tez üstlərinə xətt çəkdim. Keçsim indi digər tərəflərə. Məsələn, nə var burada? Burada bizim bir dənə 4-ümüz var. Düzdür? 4 nədən böyük ola bilər? Uşaqlar 1, 2, 3-dən. Düzdür? 1 istifadə olunubdur, 2 ilə 3 qalır. Onda 2 ilə 3-ü də fərqi yoxdur. Gətirib bu qonşularına yerləşdirirəm. Baxıram indi digərlərinə. Burada var ki, 1-dən 2-dən böyük. 1-dən 2-dən böyük, məsələn 5 də olar, 7 də olar. Amma indi bilmirəm hansını yazım. Bu tərəfə baxanda amma dəqiqləşdirirəm. Niyə? Çünki bu tərəfdə 3-dən 6-dan böyük, bir dənə 7 qalır. Onda B-nin yerinə 7 yazıram, A-nın yerinə isə nə yazıram? 5 yazıram. Beləliklə bütün ədədləri istifadə etmiş oluram. İndi məndən nə soruşmuşdu? A plus B cəmi, A-la da B-nin cəmi, 5 ilə də 7-nin cəmi eləyəcək. Necə? 12, yəni düzgün cavab C variantıdır. 38-ci suala keçək. 28 nəfərin yaşadığı bir binanın eyni blokunda qapı nömrələri 1, 2, 3, 4 və 5 olan 5 mənzil yerləşir. Demək uşaqlar bir binadır, bir mərtəbədə demək 5 mənzil yerləşəcəkdir. Bu mənzillərdən nömrələri ardıcıl olan istənilən ikisində ümumilikdə 11 nəfər yaşayır. Buna görə binanın 2 nömrəli mənzilində neçə nəfər yaşayır? Birinci mənzilləri yazaq bura 1, 2, 3, 4 və 5. Mənə deyir ki, 28 nəfər yaşayacaqdır və ardıcıl olan ikisində 11 olacaq. 11 nə ilə nəyin cəmi olar uşaqlar? Məsələn 2 ilə 9-un cəmi. İndi qoysaq yerinə 2, 9, 2, 9, 2. Toplayan zaman 9'lar toplandı 18, 3 dən də 2-nin elədi 6, 18 ilə 6, 24 elədi, alınmadı. Tərsin qoysaq 9, 2, 9, 2, 9, 3-dən 9, 27, üstünə də 4 gəldim, 31 yenə alınmadı. Demək ki 9 ilə 2 deyil bizim ədədimiz. Cəm biri də sınayaq. 1 ilə 10-un cəmi məsələn 11 eləyir. Nə edirəm? 1, 10, 1, 10, 1. Toplayıram eləyir 23, olmadı. İndi bunun yenə tərsini sınayıram. 10, 1, 10, 1, 10. Cəmi elədi 32 yenə olmadı. Başqa nə ilə nəyin cəmi olar uşaqlar? 3 ilə 8-in cəmi. Sınasaq 3, 8, 3, 8, 3, 8, 3, 8, 3, 8. Toplayanda neçə eləyir? 3'lər toplandı. 24, üstünə də 6 gəldik, yenə olmadı. Bir dənə burada bir şey fikir veririk ki, birinci başlayanda, məsələn 3 ilə başlamışıqsa, bundan 3 dənə istifadə edirik, digərindən 2 dənə. Yəni elə 2 dənə ədəd seçməliyik ki, birini 3-ə vuranda, birini də 2-yə vuranda cəmi eləsin 28. Məsələn bunu 5, 6 ilə cəmsiniyək. Tutaq ki, 5 dənə 3 verək. 15. 6-dan da 2 dənə verək. 12, cəm eləmədi, 28 eləmədi. Tərsini eləsək bəs, 6-nı vursaq 3-ə, 18, 5-i də vursaq 2-yə, o da eləyir 10, 18 ilə 10-un cəmi 28 eləyir. Demək, elə ədədlərimiz bunlardır. Deyir, indi buna görə binanın 2 nömrəli mənzilində, baxın, nə oldu burada? 6-dan 3 dəfə istifadə eləməliyik. Onda yazaq 6, 6, 6, bu bir nəsə yazdıq 5, 5. Məndən soruşur ki, 2 nömrəli mənzildə hansı yerləşəcəkdir? O da eləyəcəkdir B variantı, yəni 5. Növbəti səhifə ilə davam edirik uşaqlar. 39-cu suala baxırıq. Ticarət mərkəzində satılan müxtəlif markalara aid köynək və şalvar qiymətləri aşağıdakı cədvəldə verilmişdir. Uşaqlar şalvar köynəyi marka manat olaraq qeyd ediliblər cədvəldə. Deyək bu mərkəzdən bir şalvar və bir köynək alan adam X manat ödədiyinə görə X neçə müxtəlif qiymət ala bilər? Gəlin sırayla baxaq. Əgər mən şalvarı 50 manatlıq götürsəm, 90 manatlıq da köynək götürsəm, 50 ilə 90 edər 140. Bu bir qiymətim.
İkinci qiymət 50 manatlıq, yəni şalvar götürüb 110 manatlıq da köynək götürsəm, eləyər 160. İkinci qiymət 50 ilə növbəti G-nin qabağındakı 110 götürmürəm çünki istifadə etmişəm. Eyni şəkildə H-nin qabağındakı 90 da götürmürəm çünki yuxarıda istifadə etmişəm. Mənə deyir ki, müxtəlif qiymət ola bilər. Ona görə də müxtəlif olanları götürmək lazımdır, eyni olanları yox. 50 ilə bitirdik. Keçdik 90-a. 90-dan 90 götürsək 180. 90 ilə 110 götürsək 200. 90 ilə 110 eynidir. 90 ilə 90 eynidir. İstifadə elədik. Ona görə bu da getdi. 70 ilə 90 götürsək 160 varımızı da götürmürük. 70 ilə 110 götürsək 180 yenə vardı götürmürük. 70 ilə 90 götürsək 160 götürmürük. 50 ilə 90 götürsək 140 vardı götürmürük. 50 ilə 110 160 vardı götürmürük. 50 ilə 110 90 dedik ki, hər ikisi vardı götürmürük. Düzgün cavabımız olacaqdı bizim 4 dənə, yəni C variantı. Növbəti sualımız 40-cı sualdır. 40-cı sualda aşağıdakı post qutularında olan zərflərlə bağlı aşağıdakılar məlumdur. Demək, post qutular 1-dən 11-ə kimi nömrələnibdir. Deyir, hər post qutusunda ən az bir zərf var. Yan-yana olan hər hansı iki post qutusunda ümumilikdə ən çox 11 zərf var. Buna görə bu post qutularında ümumilikdə ən çox neçə zərf ola bilər? Bayaqçı bu bizim məsələnin oxşarlığı vardı bunun. Burada da yenə təkrarlanma olacaqdı. Yəni 11-dirsə 6 dənəsi 1 olacaq, 5 dənəsi də 1 olacaqdı. Bizə deyir ən çox neçə zərf ola bilər? Ən çoxu biz axtarmağa çalışacağıq ki, görək burada ən çox neçə ola bilər. İlk ədədlə başlasaq, 10-dan 1 kimi götürsək, məsələn 10 böyük olduğuna görə mən çox olanı, yəni 6 dənəsini 10 götürürəm, eləyir 60. 5 dənəsini də 1 götürürəm, eləyir 5. Bu da eləyəcəkdir 65. Əslində böyük ədədlərdən birini aldıq. Burada elə birinci dəfəyə sınadıq alındı. Cavab elə 65-dir. Digərlərini sınayanda məsələn 9-dan 2-ni götürsək 6 dəfə 9 54, 2 dəfə də 5 10, cəmi eləyir 64. Sonra 3-dən 8-i götürsək 6 dəfə 8 48, 3 dəfə 5 15, cəmi eləyir 63. Bu şəkildə davam elədikdə görürük ki, ən böyük ilə D variantı alınır. Keçək növbəti sualımıza, 41-ci suala. Aşağıdakı kvadratların daxilində 1-dən 9-a qədər müxtəlif rəqəmlər yazılacaq. Hər sətr və sütunda yerləşən ədədlərin hasili oxlarla göstərildiyinə görə A plus B bərabər neçə olar? Uşaqlar yenə 1-dən 9-a kimi yazaq. İndi bax hansılardan istifadə ediblər? 1, 2, 3 və 7-ni istifadə ediblər. 4, 5, 6, 8 və 9 bizə qalıbdır. Burada mən 84-ü rahatlıqla tapa bilərəm. Necə tapıram? 7 dəfə 3 21 eləyir. 84-ü də bölürəm 21-ə. Uşaqlar, cədvələ baxanda görürəm ki, 84-ü mən buradan rahatlıqla tapa bilirəm. Necə tapa bilirəm? Çünki 2 dənəsini artıq verib. 7 dəfə 3 21 eləyir. 84-ü də böldükdə 21-ə 4 düşür. 4-ü də buradan sildik. Buradan yuxarıya 36-ya baxırıq birinci sütuna. 1 ilə 4-ün hasili 4 eləyir. Onda burada bizim 9-umuz çatışmır. 9-u da sildik. İndi qalır bizim burada məsələn 30-u tapmaq imkanımız. 30 da necə tapa bilərik? Əlimizdə qalıb 5, 6, 8. Əlbəttə ki, baxıram ki, 5-dən 6 olar bura. Niyə olar? Çünki digər məsələn 8-lə o birləri qoysa olmaz. Çünki 1 var. 1 ilə də 30-un hasili 30 eləyir. Ona görə 5-dən 6-nı qoymalıyam mən bura. 5 ilə 6-nı indi qoyaq biz bura. Məsələn, birinci bura 5 qoysaq, sonra 6 qoysaq. İndi məsələn qalır əlimizdə 6 vur 3, 18 eləyir. 18-i də 8-ə vurduqda 120 eləmiş. Ona görə bunların yerini dəyişək. 6-nı bura yazaq. 6-nı bura yazaq, 5-i bura yazaq. İndi baxıram 5 dəfə 3-üm eləyir 15. 15-i də 8-ə vurduqda eləyir neçə? 120. Demək hamısını istifadə elədik. Bizdən nəyi soruşurdu uşaqlar? A-nın B-ni soruşurdu. İndi A-nın hasilinə baxaq görək neçə eləyir? 9 vur 2 vur 8. A-nın hasili eləyir 144. B-nin hasili 6 vur 2 vur 7. B-nin də hasili eləyir 84. Bunların cəmini soruşur. 84 ilə də 144-ün cəmi eləyir 8, 2, 228. Yəni düzgün cavab A variantı. 42-ci sualımıza baxırıq. Bir qutuda 1-dən 7-yə qədər olan müxtəlif rəqəmlərlə nömrələnmiş 7 kart var. Sahib bu qutudan 3 kart seçdikdən sonra Rauf qalan kartlardan ikisini seçir. Sahib özünün seçdiyi kartlara baxaraq Raufun seçdiyi kartların nömrələrinin cəminin cüt olduğundan əmin olur. Buna görə sahibin seçdiyi kartların nömrələrinin cəmi neçə olacaq? Uşaqlar, nə zaman rəqəmlərin cəmi, nömrələrin cəmi cüt olar? Bu tək ədədlərin cəmlənməsi zamanı ola bilər. Yəni məsələn ədədləri versək 1, 2, 3, 4, 5, 6 və 7. Sahib buradan 3-ünü seçəndən sonra Rauf qalan kartlardan ikisini seçir. Rauf deyir ki, bizə Raufun seçdiyi kartların nömrələrin cəmi cütdür. Demək, Raufa 4 dənə ədəd qalacaqdır. Sahib onda buradan cüt ədədlər seçsə, 2, 4, 6. Raufa qalır 1, 3, 5 və 7. Yerdə qalan bu 1, 3, 5, 7 var. Bunlardan ikisini seçir Rauf. Məsələn, 1-dən 3-ü seçsə, cəm eləyəcək 4 cütdür. 1-dən 5-i seçsə 6 cütdür. 1-dən 7, 8 cütdür. 3-dən 1, 4, 3-dən 5, 8, 3-dən 7, 10. Görürəm ki, hamısını cəmi eləyir. Tək ədəddən tək ədədi toplayanda çünki həmişə cüt ədəd eləyir. Məsələn, 5-dən 3, 8, 5-dən 1, 6, 5-dən 7, 12, 7-dən 5, 12, 7-dən 3, 10, 7-dən 1, 8. Bütün hallarda demək nə oldu? Cəm cüt oldu. Buna görə onda sahibin seçdiyi kartların nömrələrinin cəmi cüt ədədlərdir. Sahib mütləq şəkildə 2, 4, 6-nı seçib ki, Raufa tək ədədlər qalır. Tək ədədlərində cəmi həmişə cüt verir. Onda sahibin seçdiyi 2, 4, 6-nın cəmi də 12 verəcəkdir. Yəni D variantı. Nəhayət sonuncu səhifəyə çatdıq uşaqlar. 3 sualımız qalır. Gəlin vaxt itirmədən 43-cü sual ilə davam edək. 43-cü sualda deyir ki, 1-dən 5-ə qədər nömrələnmiş 5 qutunun birində 3 qramlıq, digərlərində isə 5 qramlıq toplar var. Hər qutudan həmin qutunun nömrəsi qədər top götürülür və çəkilir. Ümumi ağırlıq 67 qram gəlir. Buna görə hansı qutuda 3 qramlıq toplar var? Gəlin biz bu qutulardakı topların sayını birinci cəmləyək. 1, 2, 3, 4 və 5-in cəmi bizə verəcəkdir 15. 15. Əgər bu 15-in hamısı 5 qramlıq olarsa, 15-i vurarıq 5-ə, edər 75. Ancaq bizə deyir ki, 67 qram gəlir. O zaman bu 75-dən 67-sini çıxaram. Eləyər 8. 8-i indi 2-yə böləcəm uşaqlar. Düşəcək 4.
Nəyə görə 2-yə böldüm onu deyim. Çünki hamısı 5 qram 5 qram hesablandı, 75 elədi. Çıxdıq 67-sin 8 qaldı. 5 ilə də 5 qramla da 3 qramın arasında 2 qram fərq var. Demək ki, bu 8-i 2-yə bölməliyəm. Üzr istəyirəm, mən burada bir səhvlik eləmişəm. Bura 2 olacaqdı. 8-i 2-yə bölməliyəm görüm hansılardır. Neçədən əslində bu 2 qram azlıq təşkil edir. Bu dördüncündə hər biri 3 qram deyirsə 12 olacaq. Digərləri isə məsələn bu elə 5 olacaq. Bu 2 dənə 5 10 olacaq, 3 dənə 5 15 olacaq, 5 dənə 5 25 olacaq. Toplayaq 5 ilə 10 15, 15 ilə 15 30, üstünə də 25 ilə də 55 eləyir, 55 ilə də 12-ni topladıqda həqiqətən eləyir neçə? 67. Təkrar vurğulamaq istəyirəm. Burada 2-yə bölməyimin səbəbi 5 qramdan 3 qram çıxanda 2 qram azlıq təşkil elədiyinə görə 8-i də 2-yə bölürəm, düşür 4. Növbəti sualımız 44-cü sualdır. 44-cü sualda deyir bir dərzi ölçmə işləri aparmaq üçün 40 sm və 50 sm-lıq iki xəttkeşdən istifadə edir. Aysu bu dərziyə 6 metr parça sifariş verir. Dərzi 50 sm-lik xəttkeşdən istifadə etdiyini düşünərək bu sifarişi hazırlayır. Ancaq səhv olaraq 40 sm-lik xəttkeşdən istifadə edir. Bu səhv ölçmə nəticəsində Aysu sifariş verdiyində neçə santim qısa parça alacaqdır. Demək bu uşaqlar 6 metrlik parça sifariş verir. 6 metri santimetrə çevirsək 600 eləyir. Deyir dərzi 50 sm-lik xəttkeşdən istifadə etdiyini düşünür. Onda 60-ı bölək biz 50-yə, düşsün 12. Demək əgər 50 sm-lik xəttkeşdən istifadə eləsəydi 12 dəfə olacaqdı. Sonra deyir ki, ancaq səhv olaraq 40 sm-lik xəttkeşdən istifadə edir. Yəni bu 12 dənəni bu 40 sm-liklə ölçübdür. Yəni 12 dənə 40-ımız var əlimizdə. O da eləyir 480. Yəni normalda 50 ilə ölçsəydi 12 vur 50 eləyəcəkdi 600. Amma səhvliyi ilə 12 dənə 40 götürübdü. O da eləyib 480. Yəni bayaq 600 idi, indi oldu 480. Nə qədər az olubdu? Nə qədər qısa olubdu? 600-dən də 480 çıxarıq 120. Nəhayət sonuncu suala keçirik uşaqlar. 45-ci sualda deyir ki, Mahir ilə Tural üstlərində 1-dən 10-a qədər ədədlərin yazıldığı kartların arasından ardıcıl olaraq hərəyə 2 kart çəkirlər. Mahirin çəkdiyi kartların üzərində yazılan ədədlərin cəmi 10-a bərabərdir. Uşaqlar bu nə zaman 10-a bərabər ola bilər? 1 və 9 olar, 2 8 olar, 3 7 olar, 4 6 olar, 5 ilə 5 olmaz uşaqlar təkrar olduğuna görə. 6 4 7 3 bu da təkrar getdiyinə görə eyni cəm alındığına görə onlara da toxunmuruq. Cütlüklərimiz bu şəkildə ola bilər. Sonra deyir ki, Turalın çəkdiyi 2 kartın üzərində olan ədədlərin hasili Mahirin çəkdiyi 2 kartın üzərində olan ədədlərin hasilinə bərabərdir. Mahirin çəkdiyi ədədləri artıq bilirik. 1 ilə 9-un hasili olar 9, 2 ilə 8-in hasili 16, 3 ilə 7-in hasili 21, 4 ilə 6-ın hasili isə 24. Yəni hasil bunlar ola bilər. İndi gəlin görək Tural nə seçə bilər? Məsələn, Tural 9 hasilini almaq üçün 1 vur 9-un hasili 9 olar. Bir də 3 vur 3-ün hasili. Amma 3-dən 2 dəfə istifadə edə bilməz deyə bu olmadı. Məsələn 16. 16 2 ilə 8-in hasili ola bilər. Bu Mahir çəkibdir. Bu biri almaq üçün 4-dən 4 götürə bilər. Amma 4-ü yenə 2 dəfə istifadə edə bilmərik. Bu da getdi. 21 hasili isə ümumiyyətlə 3 vur 7 də ola bilər. Rəqəmlərdən söhbət gedir. Düzdür 1 vur 21-in də hasil eləyər. Amma 1-dən 10-a kimi 21 yoxdur deyə bu da gedir. Geriyə qalır 4 vur 6 hasili 24 edir. Bir də nəyin hasili 24 edir? Uşaqlar 3 vur 8 hasili 24 edir. Deyir buna görə Turalın çəkdiyi 2 kartın üzərində yazılan ədədlərin cəmi neçə olacaqdır? Bu da 3 vur 8-dir. Yəni 3-dən 8-in cəmi verəcək bizə D variantı 11. Bütün suallarımıza izah verdiyi uşaqlar, inanıram ki, hər biriniz üçün suallar aydın oldu. Heç kəsə heç bir qaranlıq qalan bir məqam olmadı. Çalışdım ki, ən asan, sadə üsullarla sizə məsələlərimizi izah eləyəm. Bu həftə olacaq olan 27 iyun tarixində keçiriləcək olan lisey imtahanında da öz şagirdlərim başda olmaqla bütün şagirdlərə bol-bol uğur arzu edirəm. İnşallah hər birinizin nəticəsi çox yaxşı, ürəkaçan olar. Hər biriniz aylarda əziyyət çəkmisiniz. Bu imtahan üçün çox çalışmısınız. İnanıram ki, hər birinizin nəticəsi də ürəyinizdə olacaqdır. Çox sağ olun videonu sonuna qədər izlədiyiniz üçün. Diqqətinizə görə minnətdaram. Gələn videolarda görüşənədək.